Salam əziz dinləyicilər, mən Tərlan Rəcəbaliyev. Bugün sizlərə eksogen proseslər və eksogen relyef formalarından danışacağım. Sıxırların xarici qüvvələrin təsiri nəticəsində parçalanması aşınma prosesi adlanır. Bu prosesin 3 növü var: fiziki, kimyəvi, üzvü. Quraq, arid iqlim şəraitində sutkalıq temperatur amplitudunun kəskin dəyişməsi nəticəsində fiziki aşınma baş verir. Bunu biz səhralarda baş verdiyini görə bilərik. Rütubətli iqlimdə isə kimyəvi aşınma, canlı orqanizm təsirindən isə üzvü aşınma baş verəcək. Fiziki və ya mexaniki aşınmanın digər səbəblərinə buzdaqların təsiri də ola bilər. Həmçinin sıxır qatlarında suyun donması prosesi də iştirak edir. Eyni zamanda səhralarda küləyin təsiri də bu prosesi yarada bilir. Burada sıxır qatlarında suyun donması necə təsir etdiyini sxematik təsvir edək. Belə ki, çatlayan hissələrə, sıxırlara su dolur. Su donan zaman əlbəttə ki, qeyd edə bilərik ki, həcmi 10%-ə qədər artır. Nəticədə o çatı böyüdəcək. Bu zaman çat daha dərin hissələrə uzanır və su yenidən həmin hissələr daxil olaraq orada donur və çat böyüyərək sıxırı parçalayır. Fiziki aşınma zamanı yadda saxlamaq lazımdır ki, sıxırın tərkibi dəyişmir. Kimyəvi aşınmanı yaradan səbəb əsasən suyun təsiri olsa da, burada havanın və üzvü qalıqların təsiri də mövcuddur. Üzvü və ya bioloji aşınmanı isə canlı orqanizmlər, bitki və heyvan orqanizmlərin təsiri ilə baş verir. Xəritədə mavi rənglə işarələnən ərazilər yer kürəsində paylanan səhraları əks etdirmişdir. Cənubi Amerikanın qərbində Atakama, Afrikanın cənubunda bu hissədə Namibiya və yaxud da Kalahari, Avstraliyada böyük qumlu, böyük Victoria, Hibson səhraları var. Turan ovalında qara qum, qızıl qum səhraları var. Afrikanın şimalında böyük səhra, Liviya, Nubiya, Ərəbistanda Rubel, Xali, böyük və kiçik nəfus səhraları işarələnmişdir. Əlbəttə ki, bu ərazilər üçün, səhralar üçün fiziki aşınma intensiv gedəcək. Qırmızı rənglə işarələdiyimiz ərazilər isə ekvator ərazilərdir. Cənubi Amerikada Amazon, Afrikada Kongo hövzəsi və Asiyada Cənub-Şərqi Asiya zonda adalarını qeyd edə bilərik ki, ifrat yağan yağışlar burada kimyəvi aşınmanın intensiv getməsinə səbəb olacaq. Aşınmanın növlərini fərqləndirmək üçün Atlasda 35 nömrəli xəritədə iqlim xəritəsində siz yağıntıdan paylanmasına diqqət edə bilərsiniz. Qeyd etdiyimiz ərazilər yağıntılar çox düşdüyü ərazilərdir. Qırmızı rənglə göstərdiyimiz ərazilər. Ona görə kimyəvi aşınma qeyd etdik. Mavi rənglə göstərilən ərazilər isə quraq ərazilərdir. Həmin ərazilərdə isə fiziki aşınma intensiv gedəcək. Endogen qüvvələrin təsiri nəticəsində yaranmış relyef formaları eksogen xarici qüvvələrin təsiri ilə daim dəyişir. Bu proses əsasən denudasiya, yəni sıxırların parçalanması, dağılması və daşınması və akkumuliyasiyaya, sıxırların toplanması proseslər nəticəsində baş verir. Belə ki, əvvəlcə xarici qüvvələr sıxırları parçalayır, onlar dağılır, daşınır və çökəkliklərə gətirilib toplanır. Davam edək. Eksogen mənşəli relyef formalarına çayların və yeraltı suların, buzlaqların, eol proseslərin, yəni küləyin, dəniz və okean sahillərində okean cəryanlarının dalğalanmanın təsiri ilə əmələ gələn relyef formaları aid edilir. Beləliklə, sizə eksogen qüvvə dediyimizdə buraya müvafiq olaraq çay, yəni daimi axar, həmçinin müvəqqəti axar, yağış və qar əriməsi, yeraltı sular, buzlaqlar, eol proses külək, dəniz və okean sahillərindəki cəryanlar və yaxud da ki, dalğaların fəaliyyəti ilə yaranan relyef formaları aid ediləcək. Davam edək. Çayların öz yatağını təşkil edən sıxırları parçalayaraq daşıyıb aparması eroziya prosesi adlanır. Çayların dağlıq ərazilərdə yataqların dərinləşdirməsinə dərinlik eroziyası deyilir. Düzənlik ərazilərdə isə sahillərini yuyaraq dərələrini genişləndirilməsinə isə yan eroziya deyilir. Düzənlik çayların dərəsi dayaz, geniş, meandrlı, yəni döngəli, əyri-üyrü olur. Davam edək. Az öncə qeyd elədiyimiz düzənlik çaylarının əyri-üyrü şəkildə hərəkəti meandrlar, meandrın isə qopması zamanı axmazlar formalaşır. Çaylar dağlıq ərazidəki bərk sıxırlarda V şəkilli,
Asan yuyulan yumşaq sularda isə kanyon, İspan dilində boru deməkdir, adlanan dərələr yaradır. Hansı ki, bunlar dərin və dar dərələrdir. ABŞ-da Kolorado çayında əmələ gətirdiyi böyük kanyon 2000 metr dərinliyi var. Dünyada ən dərin kanyon hesab edilir. Böyük kanyonun təsviri də buradadır. Az öncə qeyd etdiyimizi bir daha qeyd edək. Xarici qüvvələrdən çayın fəaliyyətini vurğuladıq. Çay eroziyasının iki növü var. Dib və yan. Dağlıq ərazilərdə dar və dərin dərələr formalaşır. Düzənlik ərazilərdə yan eroziyanın təsiri ilə dayaz və enli dərələr yaranır. Dağlıq ərazilərdə süxurların tərkibindən asılı olaraq həm kanyonvari, həm də V şəkilli dərə yarana bilər. A-da biz kanyonvari dərəni görürük. Hansı ərazilərdə kanyonvari dərə yaranar? Əgər dağlıq ərazidə yumşaq süxurlar mövcuddursa, məsələn, əhəng daşı, təbaşir, gips, dolomit, mergel, o zaman çay həmin süxurları həll edərək boru şəklində, bu şəkildə kanyonlar yaradacaq. Bunlardan da ən məşhuru Şimali Amerikada, ABŞ-da, Kolorado çayın dərəsindədir ki, Böyük kanyon adlanır, 2 kilometr dərinliyində. Əgər dağ çayı bərk süxurdan axıb keçirsə, bu zaman dar, dərin, V şəkilli dərələr yaradır. Düzənlik çaylarında biz yumşaq gilli sulardan axarsa dayaz, U şəkilli dərələr, geniş dayaz dərələr yaradır. Bundan əlavə, dağlıq ərazilərdə çayların üzərində həmçinin biz astana və şəlalələrin formalaşdığını görürük. Bu anlayışı siz yayla və dağlar üçün səciyyəvi olduğunu qeyd edə bilərsiniz. Onların da nə olduğunu birazdan təqdim edəcəm. Düzənlik ərazilərdə isə bayaq qeyd etdiyimiz kimi çay yatağı boyunca qarşısına çıxan bərk süxurları o yuya bilmir. Bu zaman yan eroziyası nəticəsində əyri ürlər yaranır. Bunlar meandrlardır. Onlar da qoparaq axmazlar çevrilir. Meandr axmazları biz ovalıqlarda görəcəyik. Ekranda gördüyünüz bu Böyük kanyondur. Kolorado çayının dərəsidir. Təqribən 2000 metr dərinliyi var. Bundan əlavə aşağıda biz onun digər təsvirini də görə bilərik. ABŞ-da yerləşir. Dağlıq ərazilərdə həmçinin V şəkilli dərələr də görə bilərik. Çayların fəaliyyətlərini bir qədər daha ətraflı təhlil edəcəm sizə. Yoldaşlar, bu hissədə diqqət edək. Eksogen qüvvələr içərisində çayın təsiri ilə yaradıcı, akkumulyativ, toplayıcı fəaliyyətə biz alluvial düzənlikləri qeyd edə bilərik. Məsələn, Kür-Araz ovalığını, Mississippi, Amazon, Ob kimi ovalıqlar eyni çayların gətirib topladığı çöküntülərdən yaranmış düzənliklərdir. Həmçinin dağdan düzənə çıxan hissədə çaylar gətirmə konusları yaradır. Belə ki, dağlıq hissədə meyillik çox olanda çay özü ilə ağır bərk materiallar daşıyır. Düzənə çıxan hissədə gücü zəifləyir və onu dağ ətəyində toplayır və bu gətirmə konusu adlanır. Mənsəbdə isə çöküntülərin toplanması deltadır. Bunların hər birisinin təsvirlərini sizə təqdim edəcəm. Çayın dağıdıcı dendrasiyon fəaliyyətinə isə bayaq qeyd etdiyimiz əyrilər, yəni meandrlar, meandrların qopan axmazlar, həmçinin dağlıq ərazilərdə formalaşan astana və şəlalələr, eyni zamanda çay dərələri, məhz çay eroziyası dendrasiyon fəaliyyət nəticəsində yaranır. Burada kanyonvari, həmçinin əlavə olaraq V şəkilli və U şəkilli dərələr də formalaşır. Dediklərimizi indi təsvirlərlə təqdim edək. Çayın toplayıcı fəaliyyətinə gətirmə konusları misal çəkdik. Gətirmə konusları dağdan düzənə çıxan hissədə çay çöküntülərinin mənsəbdə toplanmasından, daha doğrusu dağ ətəyində toplanmasından yaranır. Xüsusilə də xarici görünüşünə görə yelpikvari formada olduğuna görə belə konus şəkilli relyef formasına yelpikvari gətirmə konusu da deyirlər. Gətirmə konusunun bir digər təsviri isə fotoşəkil şəklində izləyin. Bu formadadır. Məhz dağdan düzənə çıxan hissədə ətəkdə özü ilə gətirdiyi çöküntüləri toplayır və bu zaman o müxtəlif qollar yaradaraq öz suyunu davam etdirir. Çayın digər toplayıcı fəaliyyətinə mənsəbdə yaratdığı deltanı qeyd edə bilərik. Bu zaman müəyyən miqdarda çöküntülərini o mənsəb hissədə töküldüyü yerdə toplayır və öz qarşısını kəsir və çoxlu qollara parçalanaraq suyunu su tutaraq çatdırır. Bu mənsəb hissədə gördüyünüz çöküntülər delta adlanır.
Çayların dağıcı fəaliyyətinə bayaq qeyd etmişdik. Əyrilər daxildir. Buna meanderlar deyirik. Ovalıqlar üçün səciyyəvidir. Təqdim edilən bu təsvirdəki meanderların kənarındakı kiçik göllər isə meanderdən qopan axmazlardır. Meander axmazlar ovalıqlar üçün səciyyəvidir. Bundan əlavə çayların dərələrində həmçinin astanalar da olar. Bu dağlıq ərazilər üçün səciyyəvidir. Astanalar çay yatağında bərk suyun səthə çıxdığı hissələrdə formalaşır ki, çay eroziyası gücü çatmır həmin suları dağıtmağa. Bu zaman astanalar yaranır. Təsvirdə də gördüyünüz kimi bu hissədə astana var. Köpüklənmə məhz çayın astana üzərindən düşməsi zamanı formalaşıb. Astanalar gəmiçilik üçün əlverişsiz hesab edilir. Dağlıq ərazilər üçün səciyyəvidir. Bu təsvirdə isə siz şəlalənin sxematik təsvirini görürsünüz. Şəlalələr də çayın erozyon dağıcı fəaliyyətinə aiddir. Həm şəlalə, həm astana adətən dağlıq və yaylalar üçün səciyyəvidir və gəmiçilik üçün də əlverişsizdir. Xarici qüvvələr içərisində biz həmçinin yeraltı suların fəaliyyətindən danışmalıyıq. Yeraltı suların təsiri ilə yumşaq əhəng daşı, gips, xörək düzü, dolomit, mergel kimi suxurların suda həll olması karst prosesi adlanır. Deməli, karst prosesi yeraltı suların təsirindən suxurların yuyulmasıdır. Hansı suxurlar suda rahat həll olur? Bunlara əhəng daşı, gips, xörək düzü, dolomit, mergel, təbaşir aiddir. Bu zaman əlbəttə ki, yer qabığının daxilində müxtəlif boşluqlar yaranır və buna biz karst mağaraları deyirik. Karst prosesi inkişaf olaraq bu şəkildədir. Əvvəlcə çatlardan, səthdən sular sızaraq daxilə keçir. Daxili qatlarda sular zamanla ətrafdakı yumşaq, əhəng daşı, təbaşir, gips kimi suxurları həll edir və onlar karst prosesinə məruz qalır. Nəticədə gördüyünüz kimi bu şəkildə boşluqlar formalaşır və bu proses, karst prosesi, formalaşan relyef isə karst mağaralarıdır. Səthdən daxilə doğru uzanan çökəliklər isə karst prosesi zamanı qıfa bənzədiyinə görə deyirik ki, karst qıfları adlanır. Məhz onların təsvirində burada görə bilərik. Xüsusilə də məhz bunları biz qeyd elədik ki, karst qıfları adlanır. Belə çökəlikdə suyun toplanması da elə karst gölü adlanır. Bundan əlavə dünyada ən uzun mağaranı biz ABŞ-da Mammoth Flint mağarasını qeyd edə bilərik. Avropada isə Sloveniya ərazisində Postoyun mağarasını qeyd etmək olar. 20 kilometrlik dəhlizlərə sahibdir. Azərbaycanda Xocavənd rayonu ərazisində Azıq mağarası da karst prosesinin məhsuludur. Xarici qüvvə olaraq yeraltı suların digər fəaliyyətini biz sürüşmələrin yaranmasında görürük. Bu prosesin baş verməsini isə su keçirən və su keçirməyən layların ardıcıl yerləşməsidir. Belə ki, alt təbəqədə su keçirməyən gil layı yerləşir. Üzərində isə su keçirən qum-çınqıl layı yerləşir. Qum-çınqıl. Yağış yağan zaman qum-çınqıl suyu hoparaq alt təbəqəyə ötürür və altdakı su keçirməyən gilin səthini isladır və sürüşəcək vəziyyət yaranır və bu potensial sürüşmə üçün vəziyyət sürüşmə ilə nəticələnir. Sürüşmələrin yaranması üçün az öncə bildirdik ki, su keçirməyən gil və su keçirən suxur layları ardıcıl yerləşməlidir. Meyillik çox olmalıdır. Xüsusilə də gür yağan leysan yağışları və qarın sürətli əriməsi bu prosesi intensivləşdirə bilər. Bu prosesin yaranmasına insan amili də təsir edə bilər. Belə ki, yamaçlarda yerləşən meşələrin müxtəlif məqsədlər üçün yolların çəkilişi və yaxud da ki, əkin sahələrinin çevrilməsi üçün meşənin qırılması əlbəttə ki, sürüşmə üçün potensial vəziyyət yaradır. Bu prosesin qarşısının alınması üçün mübarizə tədbiri isə yamaçlarda ot-kol bitkilərin, ağac bitkilərin, meşə zolaqların salınmasıdır. Həmçində sürüşməni yaradan səbəb olan yeraltı suları kollektor drenajlar vasitəsilə axıdaraq uzaqlaşdırmaq da mübarizə tədbiridir. Bundan əlavə, yamaçlarda əkin işləri terraslaşdırmaqla, şumlama isə enli şumlama ilə təşkil edilməsi məqsədə uyğun hesab edilir.
Daimi akarsular çaylardır. Müvəqqəti akarsular isə yağış yağan zaman formalaşan axıntılar və yaxud da ki, qarın əriməsi zamanı formalaşan axıntılardır. Məhz müvəqqəti axarların quraq, arid iqlim şəraitində suxurları daşıyaraq toplanması zamanı formalaşan düzənliklər proluvial düzənliklər adlanır. Bir daha qeyd edək. Müvəqqəti axarın suxurları toplamasından yaranan düzənliklər proluvial düzənliklərdir. Bu, toplayıcı, yaradıcı fəaliyyətidir, akkumulyativ fəaliyyətdir. Müvəqqəti axar suların fəaliyyəti ilə dağıdıcı relyef formalarına, dendrasiyon fəaliyyətinə şırım, yarğan və qobunu qeyd edə bilərik. Şırımlar leysan yağışlarından sonra yaranan ilk mərhələ hesab edilir. Yarğan isə quru kəskin parçalanmış dərələrdir. İnkişafın son mərhələsində qobuya çevrilir. Qobunun yarğandan fərqi odur ki, yamaçlar hamarlanıb, dib hissəsi ot-kol bitkilərindən örtülmüşdür. Beləliklə, müvəqqəti axarsı olan, qeyd elədik ki, yağış və yaxud da qarın əriməsindən formalaşan axıntılar arid, yəni quru iqlim şəraitində proluvial düzlər yaradır. Bu, toplayıcı fəaliyyətdir. Yarğan qobu isə qeyd götürün dağıdıcı fəaliyyətdir. Yarğanlar necə ərazilərdə intensiv baş verir? Bilməlisiniz ki, əgər yamacın meyilli çoxdursa, yəni dikdirsə, plus yumşaq çöküntülər zəngindirsə, gilli suxurlarla səth örtülüdürsə və gür yağan yağışlar baş verərsə, yarğanın yaranması üçün potensial vəziyyət yaranır. Əlbəttə ki, yarğanlar insanların yaşayış məntəqələrinə və ya təsərrüfat işlərinə mənfi təsir göstərdiyinə görə bunun üçün müəyyən önləyici mübarizə tədbirləri yaradır. Əlbəttə ki, bunun üçün bayaq sürüşmə baş verməməsi üçün etdiyimiz adımları təkrarlaya bilərik. Belə ki, yamaçlarda terraslaşdırma, enli şumlama və fitomeliorativ tədbirlər, belə ki, quraqlığa davamlı meşə və kolluqların əkilməsi mübarizə tədbiri ola bilər. İndi isə küləyin fəaliyyətindən danışaq. Küləyin fəaliyyəti və onun yaratdığı relyef formalarına sizləri tanış edək. Külək mənşəli relyef formaları eol mənşəli relyef adlanır. Küləyin sovurma gücü defilyasiyadır və bu prosesi səhralarda görürük. Xüsusilə də külək səhralarda qumu bir yerdən başqa yerə qovaraq müxtəlif təpələr yaradır. Belə təpələrə barxan və ya duyunları misal çəkə bilərik. Barxanlar oraq şəklində aypara formasında olur. Külək tutan yamaç burada az meyilli, digər tərəf dik olur. Təxminən 100-200 metr hündürlüyə çata bilir hündürlükləri. Külək ən azı 2 istiqamətdən əsərsə, bu zaman duyunlar formalaşır. Onların hündürlüyü isə 200-300 metrə çata bilir. Hər iki relyef qeyd etdiyimiz kimi səhralar üçün səciyyəvidir. Küləyin dağıdıcı fəaliyyətinə biz şahid dağları misal çəkə bilərik. Bir daha dediyimizi xatırladaq. Qumlu ərazilərdə, yəni səhralarda küləyin fəaliyyəti ilə bağlı olaraq eol relyef formaları əmələ gəlir. Eol relyef formaları küləyin məhz sovurma, defilyasiya və toplama fəaliyyəti nəticəsində formalaşır. Küləyin qumu sovurduğu sahələrdə biz şahid dağların, defilyasiyon çökəliklərin topladığı sahələrdə müsbət relyef kimi qum tirələri və barxan duyunları qeyd edə bilərik. Bunlar yaradıcı fəaliyyətdir. Qum tirələri, barxanlar və duyunlar. Amma şahid dağlar onun defilyasiyon, dağıdıcı fəaliyyətidir. Təsvirdə siz Afrikanın şimalında qeyd edə bilərik ki, Böyük Səhrada Tibesti dağının yerində qalan şahid dağı görürsünüz. Bunlar qədim dağdır. Vaxtilə hündür dağlar olub. Məhz külək qumu yamaçlara çırparaq yamaçlardakı yumşaq suları dağıtmış və onun yerində belə möhkəm struktur, özəyi qalmışdır. Həmçinin şahid dağları əlavə misal kimi də Afrikanın şimalında Böyük Səhradakı Əhəkkar, Tibesti Darfur, bunları misal çəkə bilərik. Küləklərin fəaliyyətindən formalaşan relyef formalarını səhralardakı duyun və barxanları misal çəkə bilərik. Həmçinin də dağıcı fəaliyyət kimi qeyd elədik ki, şahid dağ misal çəkmək olar bu gördüyünüz qədim dağın dağılması zamanı yerində qalan şahid dağdır. Daha əvvəl isə yeraltı suların fəaliyyəti zamanı karst prosesinin yarandığını, karst prosesi məhz
yeraltı suların suxuları yuma prosesi idi. Bu zaman gördüyünüz kimi mağaralar yaranır. Həmçinin də yer səthindən daxilə uzanan bu şəkildə karst qıfları formalaşır. Onları siz bu foto şəkillərdə görə bilərsiniz. İndi isə buzlaqların fəaliyyətindən danışaq. Buzlaqların geoloji fəaliyyəti qazma işi ekzorasiyadır. Buzlaqları öyrənən elm qliasiologiyadır. Buzlaqların fəaliyyəti ilə formalaşan relyeflər isə trok dərələri, buna təknəvari və ya taxçavari dərələr deyilir. Həmçinin karlar, sirk və moren tirə və təpələrini qeyd edə bilərik. Buzlaqların çöküntüsü delüvial çöküntü adlanacaq. İndi isə buzlaq relyef formalarının harda yayıldığını qeyd edək. Əlbəttə ki, 4-cü buzlaşmasına əlaqədar şimal qütbünə yaxın Avrasiya və Şimali Amerikanın şimal hissələrində, həmçində yüksək dağlıq ərazilərdə rast gəlinəcək. Buzlaq relyef formalarının ilk öncə trok dərələrinə diqqət edirik. Belə dərələr buzlaqların dərələri belə deyək də cilalaması ilə formalaşır. Nəticədə qeyd edə bilərik ki, geniş, dib hissəsi yastı hamar, yamaçları isə dik dərələr formasını alır. Buzlaqların fəaliyyəti nəticəsində yaradıcı, toplayıcı isə morenləri qeyd etmək olar, moren tirə və təpələr. Həmçinin drumlin və eyni zamanda delüvial düzlərdə misal çəkmək olar. Dağıdıcı fəaliyyətinə isə sirklər, karlar və trok dərələrini misal çəkmək olar. Bu hissədə trok dərələrinin dibində buzlaq dilinin qutardığı yerdə toplanan qırıntı materiallardan ibarət təpə və tirələr, bunlara moren tirələri və təpələri deyilir. Onların əmələ gəlməsi təsvir edilmişdir. Drumlin balinaya bənzər bir təpə növüdür deyə qeyd edilir. Bu hissəyə diqqət edək. Nədir sirklər? Buzlağın aşındırılması zamanı yaranan kənarları dik, ortası yarımdairəvi çökəklikdir. Bir növ fincan şəkilli deyilir buna. Belə bir çökəkliklərə isə buzlağın əriməsi zamanı göllərin yarandığında görmək mümkündür. Bu təsvirdə gördüyünüz çöküntülər elə buzlaqların dağ yamaçlardan qopardıb gətirdiyi çöküntülərdir, yəni morenlərdir. Və yaxud da ki, biz onu bu hissələrdə də görə bilərik. Bundan əlavə, bayaq buzlaq relyef formalarından trok dərələri qeyd etmişdik. Buzlaqlardan əvvəl V şəkilli dağlıq ərazidəki dərəni görürsünüz. Buzlaqların dərəyə daxil olması ilə həmin dərəni dağıdaraq bu şəkildə trok dərəsini çevirir. Yaranan trok dərələrində dib hissəsi yastı hamar, yamaçlar isə dik olduğunu görə bilərsiniz. Əlavə olaraq trok dərələrinin təsviri də təqribən bu şəkildə olduğunu bilirsiniz, yəqin ki artıq. Bundan əlavə biz həmin buzlaqların fəaliyyəti ilə yaranan fincan şəkilli çökəkliklərə suyun dolması zamanı formalaşan gölü görürük. Burada da buzlağın digər fəaliyyəti olan sirki görürük, hansı ki fincan şəkilli çökəklikdə buzlağın əriməsi ilə göl yaranmışdır. Buzlağın dağıcı fəaliyyətidir. Bir daha deyək, buzlağın yaradıcı, toplayıcı fəaliyyətinə moren tirə və təpələr, buzlağın dağıcı fəaliyyətinə isə karlar, sirklər və trok dərələri aiddir. Buzlaqlar dəniz sahillərinin də formalaşmasına təsir göstərir. Fyord və şixer buzlaqların fəaliyyəti nəticəsində yaranmış dəniz sahilləridir. Fyord tipli sahillərə biz Avropanın, xüsusilə də Norveç sahillərini, Skandinaviya sahillərini, Şimali Amerikanda bu Kanadanın şimal hissəsindəki adalarında görə bilərik. Az miqdarda Cənubi Amerikanın, Çilinin cənub-qərb sahillərində də rast gəlmək mümkündür. Hansı ki, belə bir sahilləri siz kosmik şəkillərə baxsaz, çay dərələrini oxşada bilərsiniz. Sağda məhz biz Norveçdəki Sognefjordun bir fragmentini görürük. Daha fərqli şəkillərini birazdan sizlərə təqdim edərəm. Bu şəkildə gördüyünüz məhz fjord sahildir. Belə ki, buzlaqların əriməsi ilə okean sularının səviyyəsi qalxır. Nəticədə okean suları çay dərəsinə daxil olur. Bir növ okeanın quruya daxil olaraq yaratdığı dar körfəzlərdir. Belə körfəzlərdə sahil gördüyünüz kimi dik, sıldırımlı olur. Hansı ki, gəmiçilik üçün yararlı deyil. Burada da Norveçdəki başqa bir fiyordu görürsünüz.
Bu tip sahillər əlbəttə ki, qeyd elədik ki, buzlaşmaya daha çox məruz qalan Skandinaviya və eyni zamanda Kanadanın şimal hissələrində görə bilərik. Fiord tipli sahilləri biz Skandinaviyada, Norveçin şimal hissəsində, sahil boyunda, həmçində Kanada Arktika arxipelagında və eyni zamanda Şimal Buzlu Okean digər adalarında görə bilərik. Belə sahilləri biraz yaxınlaşdırırsaq, sanki çay dərələrinə oxşuyur. Diqqət edin. Sahillər görün necə kəskin parçalanıb. Baxın, bu hissələr hər birisi fiord sahillər hesab edilir. Bunu biz digər, məsəl üçün, Novaya Zemlya adasına yaxınlaşdırıram. Burada da görə bilərsiniz. Baxın, bu kəskin parçalanmış, okean suyunun quruya daxil olduğu bu hissələrin hər birisi fiordlardır. Belə sahilləri biz həmçinin qeyd elədiyimiz kimi Kanada Arktikasında da görə bilərik. Məsəl üçün, Baffin torpağında siz yaxınlaşdırdıqca buradakı məhz bu dar körfəzlər bir növ çaya bənzəyir. Hər birisi nədir? Fiord sahillərdir. Bunların heç biri gəmçiliyə yararlı hesab edilmir. Yoldaşlar, davam edək. Burada fiord tipli sahillərin olduğu ərazilərdə həmçinin şixer tipli sahillər də formalaşa bilir. Ən çox şixer tipli sahillər Baltik dənizində, Finlandiya sahillərində geniş yayılmışdır. Bunu da yadda saxlayın, qeydinizi götürün. Bundan əlavə, dalğaların sahildəki fəaliyyətinə də diqqət edək. Bu fəaliyyət abraziya adlanır. Bu proses zamanı yaranan relyef formaları abrazyon relyef formaları adlanır. Abraziya dalğaların sahildəki geoloji fəaliyyətidir. Sahilə paralel dağların su arasında qalması nəticəsində yaranan sahillər isə Dalmasiya tipli sahillərdir. Xorvatiyanın Adriatik dənizinin sahillərində bu tipli sahillər üstünü təşkil edir. Dalmasiya sözü Xorvatiyanın eyni adlı əyalətin adından götürülmüşdür. İndi isə Dalmasiya tipli sahilin harada yerləşdiyini sizə təqdim edeyim. Adriatik dənizində, Xorvatiya sahillərində biz daha da yaxından baxsaq, bu şəkildə sahilə paralel adaları görürük. Məhz belə bir sahilin yaranmasının səbəbi də vaxtı ilə burada dağlarla quru arasında okean sularının daxil olmasıdır və dağlar sahilə paralel bir şəkildə adalara çevrilmişdir.